Azərbaycan Könüllü Təşkilatları İttifaqının Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2 başlayıb. Forum haqqında ətraflı məlumatı ordu əməkdaşımız Şamil qızı verəcək. Şamilə, buyurun. İdman siyasətinə də toxunmaq istərdim. Çünki idman, belə deyək, Könüllü təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2 artıq başlayıb. Forum 500-ə yaxın Azərbaycan könüllüsünü bir araya gətirib. Bəs forumda nələrdən bəhs olunur? Bu barədə daha ətraflı məlumatı bizə Azərbaycan Könüllü Təşkilatları İttifaqının mətbuat katibi Turə Rəcəbova məlumat verəcək. Buyurun Turə xanım. Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilib. Forumun əsas məqsədi İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətlərinin daha da gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, həmçinin könüllü təşkilatlar arasında effektiv əlaqələrin qurulmasıdır. Qeyd etmək istəyirəm ki, forum çərçivəsində müxtəlif TEDx çıxışları, könüllü təşkilatlarının rəhbərlərinin öz uğur hekayələrinin bölüşdürülməsi və həmçinin gənc regional nümayəndələrin və bir sıra könüllü gənclərin mükafatlandırılması mərasimi nəzərdə tutulur. Təşəkkürlər. Bizim sizə çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm sizə və müsahibinizə çatdırdığınız ətraflı məlumatlara görə.